Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Sizin səhət proqramı canlı efirdə öz işinə başlayır. Biz sizinlə yarım saat ərzində bərabər olacağıq və bugün də çox aktual bir xəstəlik haqqında sizə söhbət açacağıq. Bu işdə mənə ən böyük yardımcı təbii ki, bugün dəvət etdiyimiz həkim qonağımız olacaq. Qonağımız kimdir, onu siz də tanıyın. Mərkəzi Neftçilər Xəstəxanası Daxili Xəstəliklər və Cərrahiyyə və Transplantasiya şöbəsinin nefroloqu, transplant nefroloq, Yaponiya Tibb Akademiyasının fəlsəfə doktoru, Doktor Elnur Fərəcov bizimlə bərabərdir. Həkim, xoş gəlmişsiniz, xoş gördük sizi. Çox sağ olun, təşəkkür edirəm. Həkim, şəkərli diabet deyəndə hamı bilir ki, bu xəstəlik qəbr evinə qədər insanlarla gedir. Yəni, bundan can qurtarmaq mümkün deyil. Və şəkərli diabet olan xəstələrdə təbii ki, böyrəkdə müəyyən fəsadlar olur, çatışmazlıqlar olur. Bu barədə istəyirəm ki, elə söhbətimizi başlayaq və əgər şəkər xəstəliyindən əziyyət çəkən, ümumiyyətlə böyrək ağrılarından əziyyət çəkən insanlar varsa, 510-38-06 saylı telefonumuza zəng vursunlar və fikirlərini bizim həkimə, suallarını daha doğrusu bizim həkimə ünvanlaya bilərlər. Buyurun həkim. Təşəkkür edirəm. Bəli, çox doğru qeyd elədiniz. Şəkər xəstəliyi son zamanlarda xüsus belə yayılan və epidemik şəkildə bəzi hallarda alan bir xroniki bir xəstəlikdir. Və insanların, belə deyim sizə, bu xəstəliyə biraz biganə yanaşmaları, biraz səhlənkar yanaşmaları ucbatından ciddi fəsadlara nəticələnən bir xəstəlikdir. Həm insanın həyat keyfiyyətini pozan, ömrünü qısadan, indiki dünyada olan ən çox yayılan xəstəliklərdən biridir. Şəkərli diabet özünü ilk zamanlarda biruzə vermir. İki tip şəkərli diabet var. Gənclərdə daha çox rast gəlinən, uşaqlarda və gənclərdə birinci tip, yəni insülinə bağlı şəkər xəstəliyi və ikinci tip daha irəli yaşlarda müşahidə olunan, bu isə metabolik sindromu olan, piləmə, artıq çəki olan insanlarda daha çox müşahidə olunan bir şəkərli diabetin tipidir, ikinci tip xəstəliyi. Bunların hər iki tipi də böyrəkdə fəsadlar yaradır. Yəni, şəkərli diabet xəstəsi birinci tip ortalama araşdırmalara görə 17-20 il sonra, ikinci tip isə 25-30 il sonra böyrəkdə ciddi dərəcədə dəyişikliklər və zədələnməni əmələ gətirir. Bu, dünyada olan bir göstəricilərdir. Amma Azərbaycanda əfsuslar olsun ki, bu göstəricilər o qədər də gözəl deyil. Yəni, bu şəkildə ürəkaçan deyil. Belə deyərdim, mənim öz müşahidələrimə görə hardasa birinci tip diabet 10-12 il sonra, ikinci diabet isə 14-15 il sonra böyrəkdə ciddi pozulmalar müşahidə olunur bizim insanlarda və daha da sıx. Bunun qarşısını almaq böyrək xəstəliyinin bəzi hallarda mümkündür, amma əksər hallarda bu fəsadın, yəni böyrək zədələnməsi fəsadının biraz ləngitmək olar, ertələmək olar, yəni illərə irəli atmaq olar. Bu böyük bir faktordur, yəni 15-20 il böyük bir zamandır və bu fəsadı irələdikcə bu fəsadın zaten böyrək çatışmazlığı və hemodializ transplantasiya kimi müalicələri bir təhlükəsi olduğu üçün bunu ertələməkdə böyük bir fayda var. Həkim, mən çox üzr istəyirəm. Tamaşaçımız var telefon xəttində. Qəbul eləyək sualını. Alo, hər vaxtınız xeyir olsun. Alo. Hörmətli tamaşaçımız, bizi eşidirsinizmi? Eşidək sizin sualınızı zəhmət olmasa. Bir qədər sonra tamaşaçımız yenidən əlaqə saxlayar. Buyurun. Şəkərli diabet olan insan nəyə diqqət eləməlidir? Birincisi, təbii ki, onun qandakı olan şəkər miqdarı. Yəni, dünyada son araşdırmalara görə, yəni böyük bir təşkilatların, yəni bu bizə verdiyi təqdimatlara görə, guidelines biz deyirik, protokollara uyğun olaraq şəkərli diabet olan insanın qandakı şəkəri normal dəyərlərdə olmalıdır. Yəni, 90, 110, 120 arasında. Bunu əgər diyetlə mümkünsə, ilk növbədə təbii ki, pəhrizlə, həyat rejimi dəyişməsi ilə aktiv həyat, yəni fiziki aktivlik, idman və s. təmin etmək lazımdır ilk növbədə. Bununla alınmırsa, şəkər preparatlarını, alınmırsa insülin müalicəsini başlamağı mütləq zəruridir. Niyə? Əgər bu parametrlərdə olmasa, yəni normal daxilində olmasa, ciddi şəkildə fəsadlar yaranır. Və nə qədər şəkər normadan yüksəkdirsə, o qədər daha ağır və o qədər daha tez böyrək tərəfindən və başqa orqanlar tərəfindən fəsadlar yaranacaq. Ona görə birinci şərt, yəni bütün şəkər olan, şəkərli diabet olan insanlara nə ilə nail olsun,
mütləq şəkildə şəkərin qandakı dəyəri norma daxilində olmalıdır. Söhbət aclıq şəkərindən gedir. Toxluq şəkəri 200-ün altında olmaqdır. Bu, böyrək xəstəliyin, yəni şəkərli nefropatiya, yəni diabetik nefropatiyanın, şəkərli diabetin, böyrəyin törətdiyi fəsadın birinci müalicəsidir. Görürsünüz, halbuki böyrək xəstəliyinə söhbət gedirik, amma müalicə yenə də qayıdır şəkər xəstəliyinə. Səbəb şəkər xəstəliyidir. Ona görə də böyrəyin müalicəsi ilk növbədə şəkərin normal tənzimlənməsi ilə başlayıb. Glikogemoglobin deyilən bir test var. O test bizim şəkərli diabet olan xəstələr bu testi gözəl tanıyırlar. 3-4 ay ərzində bu test şəkərin nə dərəcədə yaxşı və pis nəzarət olduğunu göstərir. Normada 4-6 hesab olunursa, dünya beynəlxalq təşkilatların məsləhətlərinə görə 7-nin altında olmalıdır şəkərli diabet xəstədə. Ardısa 6.4, 6.6 civarında. İnsanlarımız bəzən şəkərini ölçürlər. Ola bilsin ki, aşağı olsun, amma ölçmədiyi zamanlar yüksək səviyyələrdə, yəni o müşahidə oluna bilər. Ona görə glikogemoglobin bu müalicənin nə dərəcədə düzgün və şəkərli diabetin nə dərəcədə ciddi şəkildə nəzarət olduğunun əsas göstəricisidir. Yəni glikogemoglobinin mütləq şəkildə 3 aydan bir yoxlanılmalıdır bütün şəkər xəstələrində və bu vahid 7-nin altında olmalıdır. Bu birinci şərtdir. İkinci, yüksək arterial təzyiq. Yəni böyrək xəstəliyin inkişaf etdikcə, yəni şəkər xəstəliyi ilk növbədə böyrəyin fəaliyyətini artırır. Hiperfunksiya, hiperfiltrasiya biz deyirik, yaradır. İkinci mərhələdə sidikdə çox az miqdarda zülal əmələ gəlir. Mikroalbumin. Xəstələr bunu hiss eləmirlər. Təbii ki, bu müşahidə zamanı təyin eləmək mümkün olur. Ona görə şəkərli tip 1 diabetlər 5 ildən sonra mütləq şəkildə ildə ən azı bir dəfə sidiyin müayinəsində olmalıdırlar. İkinci tip diabet şəkər xəstələri isə dərhal şəkər diaqnozu qoyulan kimi mütləq şəkildə sidiyin müayinəsi olmalıdır. Niyə? Ona görə ki, ikinci tip diabet, şəkərli diabet xəstəliyi bir müddətdir gizlin keçir. Yəni, ola bilsin 3 ildir, 4 ildir şəkərlər biraz aşağı rəqəmlərdə olduqca insanlarda bir simptomla şikayətlər olunur. Yuxarı qalxdıqca susuzluq, sidiyə tez-tez getmək, arıqlamaq kimi, bu kimi halsızlıq kimi şikayətlər şəkər qanda miqdarı daha irəli fonda yarandıqca yaranır. Ona görə böyrəkləri ikinci tip şəkər xəstəliyi diaqnoz qoyulan kimi şəkər yüksək olduğu təyin edən ki, dərhal sidiyin zülal olub-olmaması yoxlanılmalıdır və təyin olunmalıdır. İkinci mərhələdə zülalı mikroalbuminuriya, yəni kiçik miqdarda 30 mg bizdir altında olmasıdır. Üçüncü dərəcədə irəlilədikcə zülalı miqdarı artır. Artıq 300 mg biz deyirik və bəzi hallarda gözlə görünən köpüklə, sidik görüntü olaraq sidikdə köpüyün miqdarı çox olması zülalın çox olması deməkdir. O, onu gözlə işarə verə bilər. Təbii ki, biz hansı stadiyada xəstəni aşkarlayıb, hansı stadiyada müalicəni başlayırıqsa, o xəstənin effekti daha yaxşı olur, daha gözəl olur, daha biz xəstənin həyat keyfiyyətini və sağlamlığını təmin etmiş oluruq. Daha irəli getdikcə, təbii ki, artır, yəni zülal davam edir artmağa, xüsus müalicə almırsa, heç bir tədbir görülmürsə və zülallar yüksəlir, nefrotik dərəcə var, yəni 3 qramın üstündən çıxır, o zaman ayaqda şişkinlik kimi şikayətlər başlayır, təngi nəfəslik kimi şikayətlər başlayır. Niyə? Sidikdə böyük miqdarda zülal ilkisi olduğu zaman qanda albumin deyilən, bizim hər kəsimizdə qanında olan ən əsas vacib zülallardan biri albumin dəyəri yenir, təbii ki, sidikdə itki olduğu üçün yenir və o albumin bizim vücudda, damarlarda mayeni saxlama bir qabiliyyətinə malikdir. O olmayınca da ödemlər başlanır. Yəni biz qəbul etdiyimiz maye damarda deyil, ekstravazasiya, yəni damar kənarına çıxır, aşağı ətraflarda ödem olur, qarın boşluğuna maye yığıla bilər, ağciyən yığıla bilər. Bu isə bir neçə fəsada səbəb ola bilir. Təbii ki, həm arterial təzyiqin də daha ciddi şəkildə yüksəlməsi, həm də təbii ödemləşməsi, yəni xəstənin ciddi şəkildə ödemləşməsi olur. Ürək fəaliyyətinə və s. çox ciddi şəkildə zərbə yaranır. Bunun və uzun müddətdə artıq böyük miqdarda zülal olanda sidikdə bir müddətdən sonra başlayır böyrək açmazlıq. Yəni kreatinin dəyəri başlayır yüksəlməyə. Kreatinin nə zaman yüksəlir? Əgər bir insanın 2 böyrəyi varsa, kreatinin həmən yüksəlməz. Sadəcə misal demək istəyirəm, bizim transplantasiya mərkəzində biz transplantasiya edərkən
donorlarımız bir böyrəyin yaxınına, qohumuna bağışlayarkən, məsələn, əməliyyatdan sonra onların kreatinləri normal olur. Halbuki bir böyrəyi var və köçürən xəstənin də kreatinləri 8, 10, 15-lərdə normaya düşür. Yəni, insanı bir böyrə, iki böyrə əvəz eləyə bilir. Əgər insanda bir kreatinin yüksəlibsə, böyük ehtimaldır ki, hər böyrəyin artıq 55-60% zədələnir. Bu böyrək çatışmazlığı bu başlayır. Yenə də təkrarlayaq, keçən verilişdə qeyd elədim. Böyrək çatışmazlığı irəliləyən və geri dönməyən bir prosesdir. O irəliləyir və 5 mərhələsi var, sonuncu mərhələ. Son mərhələ böyrək çatışmazlığıdır və onun yeganə müalicəsi böyrək transplantasiyası. Əgər böyrək transplantasiyası hər bir problemi varsa, hemodializ müalicəsi. Bu uzun bir yoldur, mən sizə qeyd edirəm. İllər aparan bir yol. Bu yol 5-6 ildə də tamamilə böyrək pozulmasına nəticələnə bilər. Bu yol 35 ilə də nəticələnə bilər. Hər şey xəstələrin özlərindən asılıdır ilk növbədə. Xəstələrin öz şəkərlərinə diqqət etməsi. İkinci, təzyiqin mütləq şəkildə 130-un altında saxlanması lazımdır. Təbii, yenə də qayıdıram, duzsuz diyet. Duz çox önəmli bir faktordur. Təkcə şəkərli xəstələrin təzyiqində deyil. İndi verilişin ikinci hissəsində biz təzyiq haqqında söhbət edəcəyik. Yenə də qayıdacağım duza. Amma duz amili bütün dünyada yayılmış faktorlardan birinci, təzyiq xəstəliyin birinci risk faktorlardan biridir. Tamamilə duzsuz yeməklər, qidalar qəbul etmək lazımdır. Bu mümkündür. Mən xəstələrə həmişə tövsiyə edirəm. Yəni, yeməyin dadını qatmaq üçün turş dadları. Limon, nar şərab, sumaq. Əvəz eləmək lazımdır. Mümkün qədər duzdan imtina eləmək lazımdır. Və preparatlarına həyat tərzi çox önəmlidir. Yəni, artıq çəki, yəni inanılmaz qədər effekt verir, yəni çəkinin atılması. Yəni, insan normal özünə uyğun bədən kütləsi indeksi deyilən bir şey var. Ortalama təxmini hesablasaq, indi hər kəsin ola bilsin ki, bilgisi yoxdur. İnsan öz boyuna görə çəkisi eyni olmalıdır. Yəni, 1.70 bir insan bir boyu varsa, 70 kilo civarında, xanımlar 5 kilo az daha məsləhətdir, 65 kilo. Çox önəmli bir faktordur insanın bədən şəkli. Yəni, araşdırmalara görə hər bir kiloqram 1 millimetr cüvə sütun deməkdir. Yəni, insanın 160 təzyiqləri varsa və 10 kilo arıqlayırsa, avtomatik olaraq 10 vahid düşür. Artıq düşür. Sır yalnız və yalnız diyet tutmağını, yalnız 10 kilo atmağını. Bizim tamaşaçımız var telefon xəttində, qəbul eləyək sualını. Alo, hər vaxtınız xeyir olsun. Salam əleykum. Əleykümə salam, buyurun. Mən doktora istəyirdim bir sual verim. Buyurun. O barədə ki, mən özümün 59 yaşım var. Deməli, özüm şəkər xəstəliyinə tutulmuşam. Ancaq bilirsiniz necədir? Mən doktora sualım onundur ki, mən özümü müalicə edirəm dərmansız. Yəni, dərman atmıram. O barədə ki, öz deməli, qidamla tənzimləyirəm öz deməli, xəstəliyimi, şəkərimi. Bu nə qədər düzgündür, ya düzgündür? İstəyirdim doktor, həkim. Neçə olur şəkər qanında? Nə qədər olur şəkəriniz sizin? Deməli, özüm tənzim gəlir çıxır 7-yə, belə 7 hesabı ilə də, yəni 130, 120, 140 civarında. Ac qarnı olur o, yoxsa yemək qəbul edirəm? Bəli, ac qarnı ölçürəm, özüm aparatım var, ölçürəm. O, deməli, sonra da qidam biləndə ki, çoxdur, qidamı saxlayıram, belə təmzimlədir. Çəkiniz nə qədərdir? Çəkim 100 kilo. 100 kilo, aha. Boy nə qədərdir? Boyunuz? Boyum 1.82. 1.82, aha. Təşəkkür ederim. Əlavə sualınız yoxdur həkim? Yox. Təşəkkür edirəm zəng elədiyinizə görə, buyurun. Qeyd elədiyimiz kimi, təbii ki, birinci seçim qidaya qeyd eləmək, nəzarət eləməkdir, pəhrizə nəzarət eləməkdir, aktiv olmaqdır, fiziki aktiv olmaqdır, idmanla məşğul olmaqdır. İndi şəkərləri bizim xəstəmizin çox yüksək deyil, 130-140'larda təxmini hesablanır və artıq da çəkisi var. Təbii ki, dərmana başlamaqdan əvvəl nə etmək lazımdır? Çəkini azaltmaq lazımdır. Çəkini azaltmaqla böyük bir ehtimal ki, onun şəkəri biraz yenəcək aşağı və dərman preparatlarına o qədər ehtiyac olmayacaq. Bunu nəzərə çalmalı. Bir də artıq çəki tək şəkəri deyil, təbii ki, yəni təzyiqdir, qaraciğər yağlanmasının faktorları. İndi son bir ilin keçən ildə Amerikada aparılan və ümidverici bir araşdırma nəticəsində şəkərli xəstəliyin xüsusi bir qaraciyərdə hormonu aşkar olunub. Sırf səbəb olan bir hormon, o hormon mədə altı vəzinin
hüceyrələrinin sintezinə cavabdehdir. Artıq çəkil olan insanlarda qaraciğer yağlanması olur, avtomatik o hormonun miqdarı aşağı düşür, avtomatik mədə altı vəznin funksiyası aşağı düşür. Növbət tamaşaçımız var, telefon xəttində qəbul eləyək sualını. Hər vaxtınız xeyir olsun, buyurun, eşidirik sizi. Mobil telefonundan zəng eləmişdi tamaşaçımız, bir daha əlaqə saxlasın zəhmət olmasa və bizim həkimimiz siz söhbət əsnasında vurğuladınız ki, verilişimizin ikinci hissəsində, çünki artıq sona 15 dəqiqə vaxtımız qalıb, ona görə də istəyirəm ki, ən aktual hansı ki siz qan təzyiqinin yüksəlməsindən danışmaq istəyirdiniz, ona görə eşidək vaxt itirmədən. Arterial hipertenziya, yüksək arterial təzyiqin yüksək olması 130-un üstündə hesablanmış, yəni normal şəkildə sistolik, yəni yuxarı həddi 130-un yuxarıda olması arterial hipertenziya sayılır. Təbii ki, onun dərəcələri var. Nə qədər yüksək olsa, o qədər yüksək hesablanır. Son zamanlarda dünya miqyasda bir qloballaşan bir problemdir arterial hipertenziya. Səbəbləri müxtəlifdir. Amma insanların düzgün qidalanmaması, düzgün həyat tərzi aparmaması, stres, sinir və s. kimi faktorlar. Bunlar çox önəmli rol oynayır və belə deyim, arterial hipertenziya gəncləşib dünyada artıq. Yəni, mənə də müraciət edən, bizim başqa həkimlər də müraciət edən artıq 18, 20, 25 yaşda olan insanlarda biz arterial hipertenziya müşahidə edirik. Yüksək dərəcə, 160, 180 dərəcədə hipertenziyalar. Bunların gələcəyi nə olacaq? Yəni, əgər bir insan 25 yaşında 160, 180 təzyiqlə gəzirsə, onun ciddi fəsadla uğraşmağa böyük bir təhlükəsi yaranır. Yəni, beyin qan dövranının pozulması kimi, ürək fəaliyyətinin pozulması kimi, yüksək arterial təzyiq, böyrək səbəbi olmayan başqa mənşəli bir təzyiqlər təbii ki, böyrəyi də zədələyir. Böyrək çatışmazlığına gətirə çıxarır. Mütləq şəkildə təzyiq yüksək olan insan həkimə müraciət etməlidir. Bir mənalı. Niyə? Ona görə ki, iki cür dünyada qəbul olunmuş hipertenziya var. Arterial hipertenziya. Birinci tip, ikinci tip. Birinci tip səbəbi bəlli olmayan esensial bir hipertenziya sayılır. Təbii ki, bir səbəbi var, sadəcə dünya təbabəti, elmi hələlik onun açıqlaması bilmir. İkinciyə keçək. İkinci, altda yatan, bəlli olan bir xəstəliklər. O, arterial təzyiq ikinci tip hipertenziyada o xəstənin bir simptomu kimi ortaya çıxır. Hələ olsa təbii ilk şeylərdə çıxır, yəni başlanğıc fazlarda çıxır. 100 xəstə varsa arterial hipertenziya olan, onun 15-ində ikincili hipertenziya müşahidə olunur. Amma kimdə birincili, kimdə ikincili demək çox çətindir. Biraz gənc yaşda olsa, təbii ki, ikincili olmağı ehtimalı artır. Amma yenə də bütün 100 xəstənin hamısı da ikincili hipertenziyanın olub-olmamasını mütləq şəkildə araşdırmalıdır. Bunlar nə ola bilər? Böyrək xəstəliyi ilk yerdə duran. Yəni, təzyiq olan insan mütləq şəkildə ya ümumi terapevtə müraciət eləməlidir, ya böyrək həkiminə müraciət eləməlidir ki, böyrək yoxlanılsın. 30% hallarda gənclərdə əfsus, yüksək təzyiq böyrək xəstəliyinin birinci işarəsidir. Nə ağrı, nə hər hansısa da bir başqa bir şikayətlər sidiklə əlaqəlidirsə, sırf arterial hipertenziya. Böyrək damarlarının daralması, yəni böyrək qidalanmasının pozulması arterial təzyiqə səbəb olur. Xüsusi faktorlar var, böyrəkdə sintez olunur, o qana atılır, o zaman yüksəlir ki, daralmış olan damardan böyrək yetərincə özü üçün qan alsın. Böyrək üstü vəzində xüsusi hormonlar mövcuddur. Bu hormonlar bizim duz və elektrolit balansını təmizləyir və təzyiqi tənzimləyən əsas faktorlardan biridir. O böyrək üstü vəzlərdə bəzən xoş xəstəlik, bəzən də nadirən olsa bəd xəstəlik, %90% xoş xəstəlik bir adenomalar olur. Yəni, o hormonlar normadan artıq ifraz olunur. Təbii ki, normadan artıq ifraz olunanda təzyiqlər daha yüksək olacaq. O hormonların funksiyası bizim təzyiqi normal şəkildə 70-120 saxlamaqdan yüksək olursa normadan yüksək olur. O təyin olur, onun müalicəsi cərrahi olunur. Bizim mərkəzdə bir neçədən belə əməliyyatlar olunub. Təyin olunub, böyrək üstü vəzində adenoma təyin olunub, cərrahi yoluna çox mini-invaziv laparoskopik yoluna o adenomalar xaric edilir və təzyiq qayıdır normaya. Halbuki ondan əvvəl xəstələr 4-5 preparat belə qəbul edib təzyiqi kontrolda saxlaya bilmirdilər. Görürsünüz, yəni həm fəsad ehtimalı yüksəkdir, həm də sadə bir üsulla, yəni böyrək üstü vəzinin sadəcə bir əməliyyatdan təzyiq tamamilə ortadan qalxır. Sadə bir tiroid hormonların hipo və ya hiperfunksiyasında belə arterial təzyiq yarana bilər. Paratiroid vəzlərinin hiper və hiperfunksiyası da yarana bilər. Feoxromostoma deyilən bir parametrlər var, xəstəlik var, onun xüsusi parametrləri var. O
təzyiqə səbəb ola bilər. Artıq çəki yenə də. Sırf artıq çəki yüksək arterial təzyiqin səbəbi ola bilər. Bir də son zamanda müşahidə elədiyim mən bu açıq satışçı olan bu energetiklər, yəni energetik içkilər. Bəli. Enerji içkiləri, bəli. Adlarını çəkmək istəmir. Onlar çox təhlükəlidir. Onlarda kofein miqdarı yüksək dərəcədədir. Onları meyilli olan, biraz olan xəstələrdə, adda yatan xəstələri ortaya çıxarır. Yüksək dərəcədə oral arterial. Çox ehtiyatla yanaşmaq lazımdır. Ələlxüsus gənclərə və uşaqları onu verməmək tövsiyə edirəm. Bu biraz, yəni bilirsiniz necə, ola bilsin indi istifadəsi nadirən olunan bir. Amma mütəmadi və bəzi hallarda asıllıq yaranır o Bəli, bu içkilərə alışqan olan insanlar var, gündəlik qəbul edir. Əfsdə olsun ki, diqqət olunmur, amma sırf o energetik içkilərinə bağlı bir arterial yüksəlməsi müşahidə olunur bəzi xəstələrdə. Duz amil faktorudur. Çox böyük bir amil. Mən 5 ildir Yaponiyada təhsil almışam, yaşamışam. Onlar duzu istifadə edəmir demək olar ki, və onların arterial təzyiq o qədər ciddi deyil. Bizim insanlara duz tükəni yüksəkdir. Biz duzlu yeməkləri sevirik. Duzu normaldan artıq tükürük. Problem olan insanları duzu kəskin şəkildə azaltmalıdırlar. Bu önəmli bir faktor da sadə bir şeydir. Yəni. Bir duzun azaltması ilə müxtəlif problemlərin qabağını almış oluruq. Həyat tərzi, pəhriz və preparatlar. Birinci, həmişə başlamalıdır. Həyat tərzi, fiziki aktivlik, normal yuxu. Ona mən bir də qeyd eləmək istəyirəm. Normal yuxu insanda vaxtı zamanında şey olmalıdır. Yəni, stres faktorun və yuxu faktoru çox önəmli bir faktordur. Əgər insan özü cilovlaya bilmirsə, stresin qarşısına ala bilmirsə, mütəxəssislərə müraciət etmək lazımdır ki, bu faktor da ortadan qaldırılsın. Bundan sonra dərman preparatlarına keçmək lazımdır. Və mən sizə bunu da qeyd eləmək istəyirəm. Ən azı 30-40% hallarda dərmana əl atmadan, sırf həyat tərzini dəyişməyinə, sırf sadaladığım bütün faktorları ortadan qaldırmaqla təzyiq vəzini düşür normaya. Dərmana həmişə son anda müraciət etmək, bəli. Son istifadə elədiyimiz bir amildir. Bu şəkildə arterial hipertenziya çox təhlükəli bir xəstəlikdir. Müalicə olunmayınca o pis fəsada gətirir. Yəni, arterial təzyiq yüksəlirsə, 99% hallarda o nə itəcək, nə bərpa olunacaq, nə də müalicə olunacaq. Var elə xəstəliklər, soyuq dəymə kimi, infeksion virus xəstəlik öz-özünə sağalır. Amma elə xəstəlik var ki, öz-özünə sağalmaz. Vücudda bir problem var. Biz xəstəliyi deyil, biz xəstəni müalicə etməliyik. Yəni, tibbin əsas məqsədi xəstəliyi deyil, xəstəni müalicə etməkdir. Ona görə arterial hipertenziya varsa və davamlı, mütəmadi şəkildə müşahidə olunursa, mütəxəssislər mütləq müraciət etmək lazımdır. Yəni, gec-tezdə təbii bu xəstə müraciət edəcək mütəxəssis. Amma gec olacaq artıq. Bilirsiniz necə, bizdə biraz biganəlik var sağlamlığa, amma yenə də cümlə tuturam bütün tamaşaçılara, arterial təzyiq olan bütün gənclər və insanlar mütləq şəkildə arterial təzyiq kontrol altında saxlanmalıdır. Teşekkür edirəm həkim. Çox sağ olun dəvətimizi qəbul edib gəldiyinizə görə. Hörmətli tamaşaçılar, mən əlaqə nömrələrini xatırladım. 012 408 8408 və 055 741 51 91-dir. Bir daha nəzərinizə çatdırım ki, bugünkü qonağımız Mərkəzi Neftçilər Xəstəxanası Daxili Xəstəliklər və Cərrahiyyə və Transplantasiya şöbəsinin nefroloq, transplant nefroloq, Yaponiya Tibb Akademiyasının fəlsəfə doktoru Elnur Fəracov idi. Mütləq dəqiq ünvan seçmək istəyirsinizsə, Neftçilər Xəstəxanasına mütləq baş çəkin. Salamat qalın, mən sizinlə görüşəcəm. Nahardan əvvəl proqramında odur ki, bizi izləməyə davam edin.